Yəni xüsusi siqaret barəsində siqaretin adı çəkilərək belə bir dəlil yoxdur. Yəni elə götürürsə bir çox şeylərə elə dəlil yoxdur. Məsələn, kim deyə bilər ki, tülkü əti haramdır, canavar əti. Belə hədislərdə vurğulanmayıb ki, canavar, tülkü, ayı. Ayının əti olar? Niyə olmaz? O ümumi hədis var, açıq aydın ki, Peyğəmbər sallallahu buyurur ki, heyvanlardan köpək dişi olan və quşlardan da caynağı olan haramdır. Qayda verir. Yəni bir-bir adlarını saymadı ki, filan heyvan olmaz. Və qayda verir. Köpək dişi varsa haramdır. Və həmçinin quşlardan da caynağı olan haramdır. Və həmçinin yəni ümumi qayda verir. Məsələn, içki barəsində İnnəməl xamru vəl meysur. Həqiqətən xamr. Xamr ərəb dilində örtən deməkdir. Yəni insanın ağlını örtən hər bir şey içki sayılır.